Protagoras'ın her şeyden bezmesi. Sen her şeyden bezdiğin an, kainatın sessizliğiyle üzleşirsen. Protagoras'a göre təbiyyətin veya hadiselerin sənə diyecek hiçbir sözü yoktur. Sen ne kadar ölçürsənsə, o kadar mevcuttur. Sen her şeyden elini çekip kenara çekildiğin an, her şey donur ve öz quru, çılpaq mənasızlığına qayıdır. Senin bezdiğin şey əslində bu qorxunç səssizlikdir. Protagoras senin bu anki halını inkar etmez ve başkaları kimi müsbət düşün deyə saxta təsəlli verməzdi. Vəziyyəti tamamilə legitim qəbul edərdi. Çünkü külək üşüyən üçün soyuq, üşüməyən üçün istidir. Eynən həyat da bu an sənin üçün dözülməz və yorucudursa, deməli o həqiqətən də sənin üçün dözülməzdir. Bu burulğan öz-özünə düzələn də deyil. Ona göre de bu sözü çok yaxşı deyirdi. İnsan var olan şeylerin var olduklarının ve var olmayan şeylerin var olmadıklarının ölçüsüdür.